Artrozdan əziyyət çəkən insanlar diqqətlə dinləsin. Əgər sizlər də kəskin diz ağrılarından əziyyət çəkirsinizsə, yeriməkdə problem varsa və yaxud kəskin ağrılar varsa, yata bilmirsiniz, pilləkəndən qalxa bilmirsiniz və yaxud ayaqlarınızda artıq qığırdaq yeyilməsi nəticəsində əyriliklər yaranıbsa, diqqətlə dinləyin. Məsləhət görürəm ki, artroz xəstələri gedib dizinə gellər, iynələr vurdurmasın, tok fizioterapiya eləməsin. Baxın, bunlar müvəqqəti artroz ağrılarını kəsən prosedurlardır deyərdim. Baxın, məsləhət görərəm ki, ağrı kəsicilərdən, kimyəvi dərmanlardan aralı qalmaq üçün, onlara son qoymaq üçün istifadə etmək lazımdır. Nəyi? Tərkibi təbii olan, insan bədəni üçün zərərsiz, ziyansız 3 məhsul deyəcəm. Nədir bu? Biri qlikozamin, digəri ionlaşmış biokalsium, digəri isə antilipid metabolik çaydır. Baxın, bu 3 məhsul yanaşı içilsin, ay ərzində artrozdan əsər əlamat qalmır, qığırdaq yeyilmə prosesi dayanır, artroz bir mərhələsindən digər bir mərhələsinə də keçid edə bilmir. Duzlaşmalar da tam olaraq təmizlənir. Baxın, bu